Rəbdən xeyir dua almaq istəyirsənsə, deməli, bu məktub sənin üçündür. Rəbb sənə xeyir dua versin. Mən Rəbb sənə xeyir dua verəcəyəm. Mən üzümü sənə çevirib sənə sülh verəcəyəm. Mən üzümü sənə çevirib sənə lütf verəcəyəm. Mən Rəbbəm, lütfkar və səbirli, mərhəməti və sədaqəti böyük olan Allaham. Mən sənə bu günün xeyir dualarını gətirmişəm. Mən sənə əbədi həyatın xeyir dualarını gətirmişəm. Mən səni sonsuz və dərin məhəbbətlə sevirəm. Mənim sevgim sayəsində sənə yol açmışam. Mənim kəlamlarım sənin həyatının nurudur. Mənim qanunlarım sənin müdafiəndir. Əzizim, mən səni mühakimə etmək üçün deyil, müdafiə etmək üçün qanun və qaydalar təyin etmişəm. Onlar sənin şərəfini qorumaq üçün var. Mənim qanunlarım mənim xeyir duamdır. Onlara əməl etdiyin müddətdə onlar sənə göylərin sirrini açacaq. Onlar ağlına işıq və sənə müdriklük gətirəcək. Əzizim, mən buradayam, qəlbinin qapısında. Sənə xeyir dualarımı gətirmişəm. Məni qəbul et ki, bütün bu xeyir dualar sənin olsun. Məni qəbul edən, mənim qanunlarıma əməl edən şəxsdir. Bəs sən həmin şəxs olmaq istəyirsənmi? Gəl birlikdə dua edək. Ya Rəbb, sənin mərhəmətin və sədaqətin qarşısında baş əyirəm. Sən üzünü mənə çevirdin, lütf və sülh gətirdin. Qəlbimin qapısını sənə açıram. Qanunlarını sevgi ilə qəbul edirəm. Çünki bilirəm ki, onlar məni qorumağın üçündür. Sənin kəlamların həyatımda nur olsun. Sənin hökmlərin mənim yoluma müdriklik bəxş etsin. Sənin xeyir dualarınla dolmaq istəyirəm. Məni dəyiş və məni öz sevginlə möhkəmləndir. Amin.